Salam, hər vaxt xeyir olsun dəyərli izləyicilər. Bu videoda sizlər üçün 1 iyun 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzinin birinci qruplar üçün keçirdiyi imtahanın riyaziyyat suallarının doğru cavablarını deyəcəm. Demək, bu D variantının cavablarıdır. 1-də Y variantı, yəni 39. 2-də C variantı, yəni kök altında 5. 3-də D variantı, yəni 160. 4-də C variantı 0. 5-də C variantı, yəni 80 plus 180 n. 6-da 6-cı sualda D variantı, yəni -1. 7-ci sualda B variantı, -x kvadrat bölü 2 plus x plus c. 8-ci sualda A variantı 63. 9-cu sualda Y variantı konus. 10-cu sualda Y variantı 6. 11-ci sualda A variantı 4-ün 1-ə nisbəti. 12-ci sualda A variantı 1, 2, 3, 4, 5. 13-cü sualda A variantı -7. 14-cü sualda Y variantı 3. 15-ci sualda B variantı 6,172. 16-cı sualda limit D variantı -2. 17-ci sualda B variantı A kiçikdir C'dən, o da kiçikdir B'dən. 18-ci sualda Y variantı 6. 19-cu sualda D variantı 0,1. 20-ci sualda C variantı 0,6. 21-ci sualda Y variantı 288. 22-ci sualda A variantı 6. 23-cü sualda cavab 2. 24-cü sualda cavab 8-də 5 eləyir. Demək 5 bölünsün 8. Bu deyiləcək 0. 0-dan 1000-də demək 625. 0-dan 1000-də 625. 23-cü cavabı. 24-cü cavabı. 0-dan 1000-də 625. Sonra 25-in cavabı 1. Sonra 26-nın cavabı 35. 27-nin cavabı 1BC, 2Y, 3D. 28, 50. 29 da 4. İndi bu sualların izahını və isbatı növbəti videoda paylaşacağım. Sağ olun, növbəti videoda görüşərik.